Bir gün erkek şirle dişi şir mağaranın ağzında uzanıb özlərin günə verirdiler. Birdən böyürdən doğuşan çıxıb başlayır o tərəf bu tərəfə tullanmağa. Və gəlib arxa tərəfdən şirin dalına bir təpik vurub qaçır. Dişi şir erkek şirə deyir ki, sən niyə onu arxadan xırxalamadın? O səni vurdu. Deyir, əşi fikir vermeyi. Doğuşandı da. İkinci gündə yenə belə bir hadisə baş verir. Üçüncü gündə yenə bu dişi şirlə erkek şir mağaranın qarşısında özlərin günə verəndə yenə bu doğuşan peyda olur. Atlanır o tərəfə, atlanır bu tərəfə, yenə girəliyib erkek şirə arxadan bir təpik vurub qaçır. Təpik vurub qaçanda artıq bu dişi şir bu təhqirə dözə bilmir, düşür bu doğuşanın dalıyca. Qoha, gəlib çıxırlar meşənin bir qalın yerinə. Doğuşan görür ki, bu şir məni tutacaq. Tez bir turba var imiş, girir turbanın içərisinə, şir də bunun arxasıyla girir turbanın içinə. Turba da get-gedə daralır. Doğuşan gedib turbanın dar başından çıxır o tərəfdən, şir sıxılıb qalır turbanın içində. Nə geri gedə bilir, nə qabağa gedə bilir. Doğuşan gəlir, keçir bu şirin arxa tərəfinə, 10-15 dənə təpik şirin arxasına ilişdirir. Nəyi var bunu təhqir edir, oxuya çıxıb gedir. Şir çox əlləşir, az əlləşir, axırı özün arxaya bir təhər çıxardır. Çıxardır, baş aşağı suyu süzülə-süzülə başlayır geri qayıtmağa. Gəlib erkek şirin yanına çatanda, erkek şir baxır, görür ki, bunun vəziyyəti yaxşı deyil. Baxır buna deyir, nə işdir? Turbanın yanına getmişdiniz. Diqqətinizə görə çox sağ olun.